Bəli, görünürsünüz müəllimə. Uşaq Aha. ağlayır, səsi utanmıram ki, sizə mane olmasın. Bilmirəm, göründüm, görünmədim. Ona görə Mən soruşurdum. sizi görürəm, görsənirsiniz. Aha. Onda mən başlayıram. Hər biriniz təlimin sonunda hər bir iştirakçı öz planını təqdim edəcək. Bunu keçən dəfə dedim. İştirakçılar brend planını düzəldəcək. Bundan əlavə mini tapşırığımız nədir? Təlim boyunca öyrəndiklərinizi istifadə edərək öz brendinizi təqdim edin və sahəyə yaxın və yaxud tamam əks sahədə ola bilər. Sizə hansı asan və rahat gəlirsə onu taparaq, gerçək həyatdan olanlar isə budur. Bir dəqiqə mən onu tapım. Ondan sonra artıq bu həm də psixoloji hazırlıq mərhələsi idi. Çünki insan həm psixoloji hazır olmalıdır, həm motivasiya